Kişi gelir. Buraları təzə təmir eləmişik. Əvvəl yol oradan idi, sonra dedilər ki İndi buradan olacak. Bu ne de? Bu sütunu da buradan götür. Bak teze halat verdim götürmedi. Özüyle getirdiği halatı giyindi. O da cipsiz. Cibləri yoxdur. Zəhmli adam oxşayır, qıracaq bizi. Geldik. Mən elə gəlir ki artık boş sözlerden işe geçmeyin vakti çatıb yoldaşlar. Bir dəfəlik bilin ki geriye yol yoktur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Hamınızı yalnız Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar açından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Dədə babadan görməmişim ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli öz cibindən çıxad ot aşağı. Gözümün içinə yaxşı bax ha. 50 manat. Yox balam, çox təmiz adam oxşayır. Dünyada alsa da almaz. Tənqidə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qutardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsine olacaq. Amma bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli o cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı umumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən koy. Odur. Buyur. Halatı tərs giymişəm, siz də demirsiniz. Hey. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək Appoda. Cəmaatın gözü yoldadır. Hə dostlar, iş başına.